الرحمن الرحیم. الحمد لله من اول الدنیا الى فنائها و من الآخرة الى بقائها و الصلاة و السلام علی نیر الاعظم العبد المؤید و الرسول المسدد المصطفى الامجد المحمود الاحمد ابا الزهراء ابو القاسم المصطفى محمد. و علی اهل بیته الطیبین الطاهرین المعصومین المنتجبین و لعن الدائم علی اعدائهم اجمعین من الان الی قیام یوم الدین. قال الله تعالی و ما خلقت الجن والانس الا لیعبدون. Allah bizi dəvət eləyir Allah'ın dost olmağa. Buyur ay insanlar, gəlin məni tanıyın, ibadət eləyin. Neçə cür ibadətimiz var? Mənbərim bugün budur. Neçə model imtihanımız var? İbadət neçə modeldədir? Fəqət namaz qılmaq bir qisməti ibadətdir. Oruç tutmaq bir qisməti ibadətdir. Məkkəyə getmək bir qisməti ibadətdir. Buyururlar, əvvəlin əməli ki, ibadət məhsub olur, fikr eləməkdir. Fikr eləyəsən, Allah məni nəyə yaradıb? Ruzha fikri mənan است و همه شب سخنم که چرا غافل از احوال دل خویشتنم. ز کجا آمدم آمدنم بهر چه بود به کجا میروم آخر ننمایی vətənəm. Ata ibn Riyah gəldi Ayşənin məhzərinə. Ərz elədi ki, Ayşə, neçil peyğəmbərin xanımı olubsan? Aya peyğəmbərdən bir əcib bir hərəkət gördün? O tul ömründəki peyğəmbər səndən var idi. Ayşə ərz elədi Ata ibn Riyah. Peyğəmbərin tamam işləri təəccüblü idi. Vəli bir dənə əməlinə mən çox təəccüb elədim. Bir gün növbə mənim idi, peyğəmbər qalacaqdı bizim önümüzdə. Gecənin aləmi peyğəmbər varid oldu bəstərinə, yuxluya. Gördüm peyğəmbər yatmadı. Çıxdı bəstərdən. Dayandı Allah müqabilində, o qədər ağladım. Gözünün yaşından köynəyinin qabağı kamilən islandı. Ta sübh Bilal azan deyincən peyğəmbər ağladı. Bilal əzanı dedi, gəldi, ya Resulallah, mərdim müntəzirdilə məsciddə. Baxdı, gördü peyğəmbər o əndazı ağlayıb, köynəyin qabağı islanıb. Ya Resulallah, niyə bir belə ağlayıbsan? Peyğəmbər buyurdu, mənə vəhyi gəldi. Veylun limən qərəəha və ləm yətəfəkkər fiha. Vay o adamın halına ki, Qur'anı oxuya, vəli bu Qur'anda fikr eləməyə ki, bu Qur'an nəyə xatır gəlibdi? Qur'an buna gəlməyib ki, səndən mən Surə-i Həmdi bir nəfəs oxuyaq. Bir nəfəs oxumasan, 2 nəfəs oxursan. Qur'anı qulaq asmaq da savabdır. Radioda gedirsən, maşında radyo Qur'an oxuyur, hər kələməsinə 25 dənə savab sənin hesabıva yazırlar. Vəli əsli Qur'andan hədəf budur, mərdum, əməl bir Qur'an mühümmidir. Əlbəttə bizim müşkülümüz həddən aşıbdır, əfsus ola, qəm kasəsi min dəfə daşıbdır. Qur'an oxuruq ta ki görək kimdə nəfəs var, kimlərdə xoş avazə qulaq verməli səs var, kim idğamı ixvanı edir yaxçı rüayət, məfhumi nədir eyləmərik mətninə diqqət, nə şiə nə sünni bu işə diqqət ediblə, vicdanı danışsaq hamısı qəflət ediblə, bir kəs edə Qur'anı yəqin gündə təlavət, görsə yazılıbdır ona ayat-ı vilayət, baş tabbasa mənzur Əlidir ya Ömərdi, beynəl minəli qarı ola ömrü hədərdir. Burada ennə fi xalqı səmavatı vəl-ərz və ixtilafı leyli və nəhar. Mərdum yerin gövün xilqəti, gecənin gedib günüzün gəlməyi, vəl-fulkilləti təcrifil bəhr. Allah bu dəryaları qoyub sən mənfəyə taparasan bundan. Bima yənfəun nas və ma ənzəlallah minəs-səma. Allah o qədər kərim Allahdır, fikr elə bax, göydən sənə su yollayır. Və təsrifir riyah, yerlər gəlir əvvəli bəhar, güllər bir-biri ilə, deyirlər behtərin güllər səndən mənə xəlq ola. Və sahabil müsəxxərə beynəs-səma'i vəl-ərz. Buyurur o Allahdır bax, fikr elə. Gör bu bulutlar nə bir yerə mıxla vəslidirlər, nə ipinə vəslidirlər. Dayanıb yerinlə göyün arasında müəlləq li ayatin li qavmin yəqilun. Bunlar deyir nişanələrdir aqil insanlara. Fikr eləmək özü böyük ibadətdəndir. İmam Rıza buyurur, Leysatil ibadə
bi kesrəti siyam və salat. İbadət çox namaz qılıb, çox oruç tutmağa deməzlə ibadət. İnnəməl ibadə kesrətü təfəkkürü fi əmrillah. İbadət ona deyərlər, adam, insan Allahın işlərində fikr eləyir. Allah niyə bu əndazə göyləri xəlq eləyib? Kimdən xatirə? Məni insandan xatirə. Və mən insan niyə Allahın sözünə baxmıram? Allah bilirsən niyə dəysən yerə? Mənə tərəf gəlmirsən. Keyfün saz vaxtı, ayağının altında perşiyat, cibində bir bəstə teravel, beçara mallarını xiyaban qırağında görəndə şişəni verir aşağı, aca təqəbbələllah qazın tutur. Elə ki, döhdürürlər, deyir, bala, bu uşaq xətərdədir, görsən qalıb boynu cinində məscidin qaban. Haca, iltimasıdır o. İmam Sadı burada Allahla giriftar olmamış dost ol. Bəla gələndən sonra da duazad əsər eləməz insana. Əmir-i Möminən Əli ibn Əbi Talib Peygamber Xuda istirdi az dast müşrikini ki terör eləyirdiler peygamberi Məkkədən qaça Mədiniyə. Çağırdı Əli ibn Əbi Talib'i. Burada Əlican gecə yata bilərsən mənim yerimdə. Ya Resulallah, yazsam sənin yerində. Aya imanım kamildir. Bəli, Əlican, nigaran o imanın olma. Ya Resulallah, yataram. Peygamber burada səhabələni heç kəs sabah çıxmasın eşiyə gecə. Əlanca Əbu Bəkrə bu sünnülər dilə yarı qarı peygamber. Nə yarqar? Fuzuludur. Bu bəran ki çıxa peygamberin işindən baş çıxa da peygamber niyə deyib gecə çıxmayın eşiyə çıxdı küçüyə. Peygamber səhər çıxdı istəyirdi ki gedə müşrikin gecədən kəmin eləmişdilər. Mühasirədə idi. Peygamber bir hoş torpaq attı bunların gözlərinə. Heç biri də peygamberi görmədilər. Çıxdı küçənin başında gördü Əbu Bəkri durub orada. Peygamber gördü bu qalçamını lova verəcək, özü ilə göt tapardı. O qarda gizləndilər. Cəbrail nazil oldu, gördü ənkəbut tar toxuyur bu qarın qabağına. Cəbrail dedi, ənkəbut nə qəyrisən? Dedi, istəyirəm behtarin bəndə-i Xuda, kamiltərin insanı ruhi zəmini bu tarların dalında gizlədəm. Amanda saxlayam. Cəbrail güldü. Dedi, baba, mən pül əsəm sənin bu tarmarın hamısı gedər güvəxə. Sən nə qəyrisən burada? Dedi, Cəbrail, öz gücüvə çox məğrur olma, ha? Sən elə mən deyirəm, elə mən bu tarramı bir gücü vur, bir qır görə, neçəsini qıra bilərsən. Cəbrail dedi, baba, mən çəyəcəm, bulan hamısı gedəcək, ha? Dedi, azəm bir gücü vur, ey beləməz. Cəbrail deyir, gücümü vurdum, az qaldı, Kore zemin yerindən qalxa, vəli bu tarrar qırılmadı. Dedim, ənkəbut, nə ilə bunları toxudun? Dedi, Cəbrail, əhli aləm dedi, yeksər yığışıb gər durala. Güclərim bahəm edib sən kimi əlan vırala. Çox məhal əmridib bir tarını hətta qırala. Mına mən nəğməyə porşure vilayət oxudum. Mının hər tək-təkini eşq-i əli ilə toxudum. Bu əmirəl-müminin buyur, ət-təfəkkürü fi mələkut-əs-səmavat vəl-ərz ibadətul muxləsin. Buyurdu qardaş, yerin gövün xilqətində fikr eləmək böyük ibadətlərdəndir. İkinci əməl ki, ibadət məhsub olur böyüklər. Allaha xoşquman olaq. Allah nə bizlə düşməndir, nə bir kəsin övün yıxar. İnnəlləhə la yuğayyiru ma biqovmin. Allah heç kimin xanəvadəsini vurmaz bir-birinə. Məgər ki, mənim öz əməlimin tüstüsü dolur öz gözümə. Özümün iştibahlarımın kötəyin yeyirəm. Buyurdu Peygamber, husnu zənni billah min ibadətillah Teala. Hər kəs Allaha hüsnü zənn ola, balatərin ibadətlərdəndir. O cavan oğlan nənəsini aldı kürəyinə, Hacı Bağır oxuyanda neçə hədis yadıma düşdü. Peygamber burada hər kəs nənənin ayaqlarından öpə, elə bir Məkkənin astanəsindən öpür. Burada hər kəs nənənin alnından öpə, bu əməl qiyamətdə sənlə cəhənnəm arasında bir dənə hifaz olacaq, sənə cəhənnəm otu yaxın düşməyəcək. Nənə gördü ölmür. İndi aparırlatırlar xanə-i salməndana, onda salməndan yoxudu. Tərəf nənəni alırdı çiynini, aparırdı, qoyurdu dağın başına, qalırdı qoca acından ölürdü. Nənəyə xanımı dedi, ya cay mənə, ya cay nənət. Bir təklifi roşən elə, ya bu qocar bak qalacaq, ya mən. Uşaq namərd olur ağa, uşaq namərd olur. Qəbul edirsiniz bunu? Uşaq namərd olur. Heç vaxt, heç dədə deməyib, bu uşaq gecəni çox ağladı, aparın ayrı yerdə saxlayın.
qoyun mən rahat yatım. Amma bu uşaq öz rahatsizliyinə xatır aparır dədəni atır xanəyə salır məndana. 1 milyard da xərcləyəsən haqqı valideynsən. 1 milyard da xərcləyəsən. Niyə? Babacanım məhəbbətlə özüm bir nümunəcəy Muhammed yəni. Əzizim ay bağırı gördüm. Ağa hələ uşağın da pisi Allahın lənətinə də dəyməz. Yəni bitmə. Söz abır aparmaq dünya ayrı bir şey işindən gəlmir. Amma yaxçı uşaq da dədənənə 4-5 il yıxısa yorğan döşəyə hamısı da yorularlar deyirlər Allah. Üzünün örtüyün bir yanda öldür yaxamızı qutar. Amma özüm bir nümunə gördüm nənədən. Bağrabad Beş Səhrada uşaq gül satırdı. Şəhərdarı gəlib uşaqlar qaçanda maşın vurub 5 ildir komadadır. Cavan oğlandı 20 sinində. Getdim bunlara gördüm bir dəridi bir sümük. Amma nənəsi qaşığıyla böyründən bir lülə, şiləngi qoyublar, orası su tökür. Dedim, nə gəlsin? Dedi, andol Allaha, gecə gedərəm 2 dənə paçallam, sübə cəhqəyinər, sübə 2 saat çəkər və qaşığıyla bunu tökərəm, bırakıb ölməyə. Mən dedim, baba, bu qutarıb da. Dedi, andol Allaha, hazıram axırı ömrümə kimi bunu bu vəziyyətdə saxlayam. Tərəf nənəni aldı, çiynini apardı, qoydu dağın başına. Qəydən də atıldı, zəxrələrdən gəlir aşağı. Nənə nigaran oldu. Allah olmuyor oğlum, yıxıla bu dağdan. O halda o zülmüş uşaq onu eləyib, əllərin qozadı, Xudaya, özün köməkli ilə balam səlamət çatsın övmünə. Allah vəhi göndərdi Həzrəti Musaya. Ya Musa get filan yerə gör uşağın zülmün nənənin məhəbbətin. Gəldi gördü nənə qalıb o səxrələrin arasında uşağın dua eləyir. Ərz elədi Xudaya bilməzdim nənələr bir belə mehribandırlar. Allah buyurdu Musa can, mənə Allah bəndələyəmə bu nənədən 1000 pay mehribandırım. Heç vaxt Allah mənim övmü yıxmaz. Buyur Allaha xoş quman ol, yıxılırsan öz əməllərin sayəsinədir. 3-cü əməl ki ibadət məhsub olur böyüklər, düz çörək öv aparmaqdır. Peyğəmbər Allah buyur ya Əhməd innəl ibadətə əşrətə əcza, ibadət 10 qismidir, 9'u halal çörək qazanmaqdır. İndi bu camiədə halal çörək çox çətin ələ gəlir. Çox çətin ələ gəlir. Adam istəyə bu dünyada halal çörəyə çox məşəqqətdədir. İndi özü də oğuldu da yatıb bancın qabağında, səhər-səhər sübhanəni yeyib nimçə qəmədə motorun zininin altında. Gedib halal çörəkdə alısacaq. Bir bədbəxt beçara 2 milyon pul alır, çıxaq əlbəttə qoyaq iddəyinə qəməni. Pulları əlindən alır. Getmişdim bir dənə xətmə, bir cavan oğlan 15 milyon həyətin satmışdı, çək almışdı İslam şəhərdən. Dövlətxah Asidəligil olan məhəllidə. Pul həvadən keçəndə tərəf kəsmiş qabancı zəhmətdə küfü vermənə. Bu benavabəran ki, pul bunun əlinə düşmüyə, poldan pul atmış deyir, o da zəhmət çəkib qəməni tələmiş dağının qarnına, bir dənə səğir balası qalmışdı. İndi mallıya da rəhm eləmirlər ki. Vallahi, qorxumuzdan heç biz də ciblərimizə da pul qoya bilmirik. 2 seri mənim maşınımın sənduqa qəbini açıb və sallama aparıblar. Yeki az əmal şəbzindədar, dedim bu şəbzindədar da, bunu qıçısınsın, nə qədər tez yata, eylə behtərdir. Ağa şişəni vurub yuxusu gəlmir, baxır danıldığına, baba gir yat rəhmətliyin oğlu da. Malla deyir, gəlirdim, gördüm cavan oğlan kəsdi, hacı ayı istixarı bəri mən beyir. Dedim bala, Quranım yoxdur, bəli təsbihlə, bəli çox yaxçıdır. Hacı icazə ver əlindən öpüm. Balada istixariyə öpbəzlər ki, zoruna mənim əlimdə, adamın əlini öpəndə adam cevverləyir. Əlimi öptə, hacı abi sualım da var. Nədir bala? Hacı icazə versən sən bu sinöndən də bir öpüm. Deyil də alim nəyin sinəsi, beheşt ətri verir. Görüm sən ki nəfti verir ya. Beheşt ətri verir. Dedim bala, neyim? Dedi sən bil ağa Əli ibn Əbi Talibin ruhu mənim üzümü yerə salma. Hacı qoy sinöndən öpüm. Bəli. Bizim qəbağımızı açdı, bizi aldı qucağına bala payın. Qulağıma dedəcək, sən bil Allah məni halal elə, mən səni çox əziyyət elədim. Məndən ayrıldı, qaçdı, əllərimi vurdım cibləmə, gördüm 5 gecə bir yerdə mənbərə getmişdim, vurdu götdü apardağımızı. Əz əmal ki ibadət məhsumdur, halal çörək qazanmaqdır. 4-cü əməl ki ibadət məhsub olur, xanəvadiyə çörək qazanmaqdır. Yazıqdır bu arvad uşaq deyir sənə pənah gətirib, get iş işlə. Bekar qalıb arvadın bəğəl dəstində hey qor burasan, Allaha rəva deyil. Niyə xalqın uşağına var eləyibsən? Ağa işləməyəcəkdin, niyə öylənibsən? Həzrəti İsa geçirdi bir yerdən, gördüm cavan oğlan durub.
Buyurdu, ma təsnə, valla nə işə baxarsan? Qalə təəbbuda ibadət elərəm, oruç tutaram, namaz qılarım. O zaman yaranədə yoxdur ki. Dedi, valla hardan gətirib xəşlərsən? Dedi, qardaşım işlər, mən də yiyərəm, böyür üstə ibadət elərəm. Həzrət İsa buyurdu, qardaşın səndən ibadət eləməkdə çox qabaqdır. Sən onun dəstərəncin yeyirsən. Çörək çıxatxanə vadı və hər kəs İmam Sadıqa buyurdu ki, arvad uşağına çörək qazanmağa bu yolda ölsə şəhid məhsub olur. 5-ci əməl ki, ibadət məhsumdur, ehtiram eləməkdir mərdümə. Əmir-i Möminən Əli ibn Əbi Talib buyurdu, ennə minəl ibadə ləyyinul kəlam və ifşaus səlam. İbadətdən budur bir yumuşaq dilin ola. Mərdüm səndən danışanda aramış tapala. Mərdüm səndən danışanda keyf eləyərlər. Mərdüm səndən danışanda deyərlər, Allah bir dənə bu tiçiyəqahdır bizə. Buyur, əlindən gələn vaxt mərdümə köməklik elə. O zaman ki, əlindən gəlir, müzayiq eləmə. İndi başararsan 5 dənə yətimi bayram qaba əlin tutasan, ətmən bu işi gör. Çünday pul əlindən gedəndən sonra sənə fəqət əfsusu yerdə qalacaq. Ayətullah Lüzma Cənab-ı Ay Məzahiri rəhmətullah əleyh dünyadan getdi. Ustad əxlaq Quran çıxmışdı qumda minbərə. Buyurdu, ağa xanım öydə kilo kabab yeyirdilər. Allah Yəzidə lənət eləsin. Ac qarına kilo kababdan danışasan. Sail qapını döydü. Kimdi? Dedi, abid kəpənir çörək mənə. Xanım anlayanıdır. Qur'an buyurur, istəyirsiniz savab abarasız, tonfiqu memma tuhibbun. Söydüyüz zatlar Allah yolunda verin. Bizlər söymədiklərimizi, ələn bayram qabadı, moblu cırılıb, ver olmayana. Komut yırtılıb, ver olmayana. Kotun cırıbla davadan ver bir Allah bəndəsin. Neynir axı, sən aşqalı işlədir axı. 2 milyonluğu versin, savab apararsan. O moblu çalıbsan 5 milyon, onu versin bir cəhiziyyə, onda savab apararsan. Şəhridara aparsa 10 min tüməndə pul alar bu aşqallara. Xanım dedi, kişi, gəl bu ayyə əməl eləyək. Əlan biz bu kilo kababa nə qədər eşqimiz var, çox. Gəl verək bunu bu olmayan, özümüz pənir çörək yiyək. Xanım getdi, qapıda bunu verək, Sailə ağlaya-ağlaya qayıtdı içəri. Kişi dedi, nə dedi o sənə? Dedi, iştət, bilirsən, can, mən bir seri qabaq izdivac eləmişəm. Bu mənim qabaq kərimidir, gördüm, narahat oldum. Dedi, baba, sənin ondan nisbətin yox, səni boşuyub, naməhrəmsən. Nəyə ağlıysan? Dedi, ona ağlamıram ki, mənim kimcərim gəlib qapıma Sailliyə. Ona ağlayıram ki, bir gün həmin bu kişi ilə oturmuşduq öydə. Elə belə cücə yerdi, bir Sail qapını döydü, mənə bitkə çörək. Mənim bu ərim nə əlavə bər ona heştat vermədi, çıxdı küçədə saldı təpiyin altına bunu. Ədən var, sənin boynun mənim boynumdan yoğun, necə niyə getmirsən? Adam var, adamın boynunu ölçər. Ya da səndə nə var, verirsən, vermirsən də vermədi. Allah onu yollub sən qapı var. Deməyib ki, qoltuğu doldurmanın boynu gör nə yoğunluğadır. Ha, görərsən maşını görəndə deyil, əcəb ringiləri var, əcəb. Mallarını görəndə əcəb peysəri var, təbər nemizənir. Elə bir dədiyün çörəyin yeyibdir, təbər nemizənir. O qədər deyiblə, mən qorxumdan çörək yemirəm ki, bərcəstə olmayam. Dedim, təbərəzada rast gəlməyəm. Dedi, bir gün ondan oturmuşduq, Saili saldı qapıda təpiyin altına, gördü bu birər öydə ağladı. Dedi, bə sən niyə az? Dedi, onda kötək yəndə mən edim. İndi Allah yerimizi əvəz eləyib, onu yollayıb mənim qapıma. Başardıqca mərdimə xidmət elə. Az əmal digər ki, ibadət məhsul olur, dədənənənin üzünə məhəbbətinə baxmaqdır. Peygamber Xuda buyurdu, nəzərul vələd ilə validəyhi hubbən ləhuma ibadə. Hər uşaq məhəbbətinə dədənənənin üzünə baxa, ibadətdir Allah dərgahində. Buyurdu, məhəbbət be mərdum, ruhani, ehtiram be mərdum, ehtiram be rişsefid, bunlar ibadətdir. Peygamber de, ən nəzərü iləl alim ibadə. Alimin üzünə baxmaq ibadətdir. Allah düşmənan İslam'a lənət eləsin. Elə mallı ilə mərdum arasında ixtilaf salır. Gecə yarın yuxusucam. Allah mallaların övün yuxusu. Qarpız satır o tərəf. Deyir, getdim qumda qarpız alam. O da bir şərti çağı. Dedim, valla bir dənə də ondan ver mənə. Sağatdı gördü, çaldı dedi. Allah mallaların övün yuxusu. Dedim, Allah sənin övü yıxsın. De sənə malla qarpız yetişdirəcək. Yuxun gəlmir, o qədər yeyibsən, yuxun gəlmir.
Buyurdu, alimin üzünə baxmaq ibadətdir. Amandır ha, baxmayın olan sözünə. Salam verin. Salamda 70 dənə, sevap var 69'u salam verənindir. Biri salam alanınkidir. Alimi gördün, ehtiram elə. Baxma 5 dənə şahid, mənim kimi pisi var olan içində. Alim xarab olmaz. Gəldilər Ayətullah Buruc erdiyin məsələ, dedilər, sənin tələbələrindən biri oğrudur. Dedi, tələbə oğru olmaz. Dedi, ağa, mənim lobiyamı aparıb. Buyurdu, oğrudur, gəlib bir dəst libasda bizdən keşik edibdir. Və gəlinə alim oğru olmaz. Və nəzər ilə imamil muqsid ibadə. Yaxçı fərmandar, yaxçı şəhridar, ədalət, rayət ilə onun üzünə baxsın, ibadətdir. İndi fikir emirəm, belə bir şey tapılam. Və nəzər ilə valideyn, bir rəfətin və rəhmətin. Dədənənin üzünə məhəbbətinə baxsın, ibadətdir. Və nəzərə ilə əxin təvəddühullah fillah əzzə və cəl ibadə. Hüseynçilərin üzünə baxmaq, mömin kişilərin üzünə baxmaq ibadətdir. Cəbrail ərz elədi, ya Rəsulallah, əgər mən gəlib yer üzündə ibadət eləsəydim, 3 dənə ibadət elərdim. Səqiyəlma, su paylardım müsəlmanlara. Və iğasəti əshabil əyal, arvad uşaqlı kişilərə kömək elərdim. Kömək elərdim, qoymazdım abırısı gedə. Qoymazdım bayram qabağı gedən nuzul götürə. Əlimdən gələn onun xidmətində olardım, qoymazdım abırısı gedə. Və sətərəz zunub, eybilən üstünü örtərdim. İmam-ı Riza aleyhisselam burada 3 dənə rəviş örgəşin, Peyğəmbərdən, imamdan, Allahdan. Allahdan örgəş, sənin gözüvə dönüm, boyun çıxandan ilə fəsadlı ki eləyirik, günahlı ki eləyirik. Deyir, Allah gör bir nəfərə dad vırıb, əyyühənnas, gəlin baxın görün, bu nə karədir. Allah eybiləvin üstünü örtüb da, sən niyə mərdumun abırsına aparmağa, bilə keyfün çəkir, mərdumun abırsı gedə. Baba, bəd et, nə yad, sər etmiyad, müvazib ol, mərdumun abırsı ilə oynama ya. Allah adamın abırısını aparar. Allah adamın abırısını aparar. Çox müvazib olaq. Və sətərəz zunub. Buyurdu, dərgiyə baxmaq, Qurana baxmaq. Savadın yoxdur, aş Quranı, üzünə bax, ayələn ibadətdir. Dərgiyə bax, ibadətdir. Vaxtınızı çox almayacağım. Ha, çünki bir vaxt gəlmişəm, elə az da danışacağım. O əməllərdən ki, ibadətdir, eşq gibi əhli beyt. Sən əlan bura nə mənə gətirib? Andullah Həzrət Abbas'a eşq idi. İmam Sadı budur. İza əradəllah bi əbdihi xeyrən, qazəfə fi qəlbihi hubbul Hüseyn. Der kitab El-Qətre nevisəndə Əlləmi-i Müstənbit Azərbaycanlıdır. Der cild əvvəl müqəddiməsində yazır, bir nəfər gəldi İmam Sadıqanın xidmətinə. Ərz elədi Zəhra balası. Nə hikmət var, biz İmam Hüseyni görməmişik. İmam Hüseyni tanımırıq. İmam Hüseyninlə də heç rabitəmiz yoxdur. Görməmişik, fəqət adını eşitmişik. Nə cür olub biz aşıq İmam Hüseyin olmuşuq? Peyğəmbər Xudanın balası İmam Sadıq abdə Allahın göydə bir əbri var, bulutu var. Eşqi Hüseyin yağar ondan. Allah hər bəndəsin çox istəsə, onun nütfəsi münəqid olanda dəstur verər, bir gətir o göydən düşər, uşağın vücudu ilə qarşılar, uşaq olar aşıq əhl-i beyt. İmam-ı Sadıq buyurdu, ennə fəvqə kollə ibadətun ibadə. İbadətlərin yap üst təbəqəsində bir ibadət var və hubbuna əhləl beyt əfzəlul ibadə. Bizi hər kəs çox istəsə, xanım Zəhranı, balaların hər kəs çox istəsə, balatərin ibadəti əncam veribdir. Xanımın adı Fatimədir, yəni beyni şiələri və cəhənnəm önotu fasil olacaq. Xanım Zəhradır ki, gəldi bərəkətdir yerin üzünə. Xanım Zəhraya xatır biz də gəlmişik bura. Deyirik, Xudaya, o xanım Zəhra ki, qaldı beyni dər o divar arasında. O gün bizim bir kəttimiz var, səfirdir. Deyir, getmişdim Ərəbistana. Bir nəfər bu vəhabilərdən dedi, çox belə ağlıyız, bu imamlara nə olsun, ölüblər, nə ağlıyız bir belə. Deyir, dedim, biz sən niyə ağlıyırıq biz əhl-i beytə? Sənin uşağı gözün qabağında vır Allah, amma əllərin bağlı ola. Heç kömək eləyə bilməyəsən o uşağa. Nə hala qalarsan? Dedi, özümü öldürürəm. Dedim, biz əhl-i beyti öz uşaqlarımızdan da çox istəyirik. Onda ki, əlimiz çatmayıb, İmam Hüseynə köməkli eləyək. Onda ki, biz yoxuduq, xanım qalıb beyni dəri divar.
İndi ömrümüz nə qədər var, buna ağlarıq ki, Allah, kaş olaydıq biz. Niyə bizim nənəmizi, niyə bizim ağamızı məzlumanə şəhid eləyiblər? Ona ağlayırıq. Bu eşq-i be əhl-i beyt insanları qiyamət günü qəbridə qutaran eşq-i əhl-i beytidir. Ki, Peyğəmbər buyurdu, insanı qoyarlar qəbrə, bir nur gələr, nur-i namaz, nur-i oruç tutmaq, nur-i həc, nur-i zəkat, bir dənə də ucalı nur ki, onları tamam təht-i şua qərar verər, bu da nur-i vilayətdir. İnsanı ki, qəlbində məhəbbəti Əli və oladı Əli ola, qiyamətdə də qüssəsi yoxdur. Muntahai məratib düz nökər olasan bu qapıda. 200'lü adama yer yoxdur. 200'lü adama yer yoxdur. Bu qapıda fəqət deyir, get, Hüseyn aşıqı ol. Eşqüvi məhdud eləməz. O yolu hürrə açıbdır, sənə məsdud eləməz. Bir yarım nümriyə xatır səni mərdud eləməz. Tut əlindən, denə sənə ihsan eləsin, sən təqəllüb eləmə. Qoy özü irfaq eləsin. Oyunbaz olma, düz ol. İlülər üzləyə səni əlindən tutacaq. Qoymayıblar Hüseynsini yıxırlar. Qoymayıblar Hüseynsini abırısı gedə və qoymayacaqlar da. Əyyam-əyyamı şəhadət Həzrət Siddiq-i Kubra salamullah əleyhadır. Bir ürəkləri rəvan eləyəz məhzəri Hacı Bağırı müstəfiz olubsuz. Muntaha mən də adımı yazdıram. Behtərin qəzanı pişirəsən, ona duz vurmasın, ədviyə vurmasın, faydası yoxdur. Bizim tamam danışıqlarımızın duzu Əhl-i Beytin adıdır. Allah bi abruy Həzrəti Zəhra bu cəmin ürəyində nə mənə həvacı şərgələri var, bəravurdu və bi xeyr elə. Allah xanım Zəhra hürmətinə bu təzə ilki gəlir hamımıza sali to'an ba müvəffəqiyyət qərar ver. Allah bu təzə ildə cavanlarımızın üstünə yaman yələstirmə. O cür Hacı Bağırı da işarə buyurdular, Əmir-i-Möminin gecənin aləmi xanımı amadə elədi ki, dəfn eləməyə. Görübsüz day, bir nənəni istərlər köydən aparalar. O uşaqlarına deyərlər ki, əlin day biləxəri üzünü açarlar ki, bu nənəni görün, istəyirik aparaq. Əmir-əl-Möminin də çağırdı, valla Həsən, Hüseyin, bala, Zeynəb gəlin, nənə gedir öydən. Uşaqlara da buyur bucadan ağlamayın, həmsayalar bilməsinlər. İstəmirəm, qapımı yandıranlar gələlər. Bu təşi cənazədə şirkət eləyir. Uşaqlar bilastinlərin qoyublar ağızlarına və ürəklərində deyirlər, zindəqanlığından doymayan nənə, ay balalarından doymayan nənə. Elə ki, aparırdılar, tabuta verdilər hərəkət, Zeynəb ağladı. Tutdu babanın damənindən, baba aman daha, nənəmin qolu sınıbda, ahistə qoyasan bunu qəbrinə. Mənim nənəm vəfalıdır, dərdin deməz həyalıdır. Məzarinə yavaş qoyun, qoli sınıb yaralıdır. Səlman diyar cəddi Zəhran qəbrin kənarına, Əmir-əl-Möminin üzün tutdu Səlman, gedim biraz kənara. Hamı bu yorgun cənazədən ayrılıb, amma hənuz mən qalmışam. Səlman deyir, biraz getdim kənara, Allah Əli nə rəfdar eləyəcək. Birdən gördüm o cansız cənazəni bastı bağırına. Dedi xanım der o divar arasında, yaralan Fatimə sən, Moğsilin üstə mən ilə danışan Fatimə sən, sinəsində sütü qanə qarışan, ya Zəhra aç gözün Heydər dindir, bilsən yoxdur kəsim
Sana kurban ola sinemdeki yorgun nefesim. Ses gelip peyker Zehra'dan utandırma beni. Gözlerinde babam çok da yubandırma beni. Ali ben sana söcülüyem ağlama, yandırma beni. Em oğlu deme teh kaldım, acab menzeletüm valadı. Saht günlerde sana Zeynep özü Zehra'dı. Her yerde sen bir mezlumiyet Ali ucadı ya Zehra. Bakşudegin ehl-i günah der saf-ı mahşer vabeste bir یک گردشه چشمان حسین است. اللهم انا نسألك وندعوك باسمك العظيم الأعظم الأعز الجل الأكرم بدم المظلوم وبالحسين يا الله يا الله يا الله يا الله وكفنا يا قاضي الحاجات و یا کافی المهمات. پروردگارا به آبروی محمد و آل محمد verdiğin آبروları dünya ve ahiret ellerimizden alma. Allah gecenin bu vakti, bu ərz ədəbləri, bu naçiz təvəssülatı, bu cəmdən, oxuyanlardan, banilərdən, qulaq asanlardan Xudaya əla vəçidə bir ya qəbul elə. Allah ölənlərimiz yazıqdılar, əlləri bu dünyadan kutahılıb. Xudaya xanım Zəhranın o sınan pəhlulərinin hürmətinə hamıların əs-sa'a qəriq rəhmət elə. Allah o cavanlar ki cəmimizdən cavan əsiri xaç olublar. Allah Həzrət Əli Əkbəraya xatır hamılarına rəhmət elə. Xudaya bu Hüseynçilərin pulun, malın, canın, əhl-i beytin yoluna qismət elə. Pərverdigara hər yerdə məriz o mərizə var. Barha bizlərdən iltiması dua eləyirlər. Xudaya and veririk xanımın o məriz hal zamanına tamam mərizlərə libas afiyət kəramət elə. Pərverdigara məsulini xadim be nizam در رز مقام uzmay vilayət vücudlərin bi bəla elə. Pərverdigara imam zamanın fərəcində təcil elə. O həzrəti yerin gön bəlalərindən hifz elə. Allahümme gfir lil mu'minine vel mu'minat vel muslimine vel muslimat. Bu cəmin envatını ruhiyat, səfalı ağsəkkəllərimizin cavananı məhfil, zakiran Əbdi Abdillah, filmberdar qardaşım, banilərin envatını ruhiyat, xanım Zəhra-i Mərziyənin də ruhiyat, oxuyaq rahiməllah, mən istəmə duai və qara'əl-fatihəti mə'əs-sələvat-i bulən.